İndi isə daha ətraflı. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidentini qarşılayıb. Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları haqqında məlumat verilib. Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan avtomobillə Füzuli şəhərini gəziblər. Sonra dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər. Şuşada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılama mərasimi olub. Fəxri Qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan prezidentinə təqdim olunublar. Sonra Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla təkbətək görüş olub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla geniş tərkibdə görüş olub. Sonra Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlər liderlərin iştirakı ilə mübadilə edilib. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, eyni zamanda enerji, o cümlədən yaşıl enerji, sosial-iqtisadi, sənaye, bank, hüquq mühafizə, turizm, süni intellekt sahələrində ümumilikdə 14 sənəd imzalanıb. Hər bir sənədin böyük əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev, onların arasında xüsusilə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni qeyd edib və bildirib ki, bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurlu inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bugün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpa olunan enerji növlərinin işlənməsi istiqamətində bizə çox böyük dəstək vermişdilər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur. Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var. Onu daha yüksək səviyyəyə qaldırmağı arzuluyuruq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq. Cənab Prezident, siz də qeyd etdiyiniz kimi enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər məni çox sevindirir. Şübhə yoxdur ki, bugün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir.
Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natavanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar. Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib. Liderlər Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə həyata keçirilən işlər barədə məlumat verib. Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında olublar. Daha sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər. Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşa qalasının önündə foto çəkdiriblər. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri başa çatıb.